Əvvəldə bir dənə çox sadə bir zat ki, çox mühümdür, duzdur. Duz hətta rivayət də var. Deyir ki, onlar ki, duz yeyərlər, dərin xoşluqları onlara tərəf getməz. Və çox pişirilik elər dərin xoşluqlarını. Və çün o tərəfdən demişik, quvarişdə də çox yaxşı bir zatdır. Bir zərrə bəndazı nisfi noxud, noxudun yarısından qəzədən qabaq sonra məzməzə eləməyə çox, bəxüsus daş duz olsa çox yaxşı ola bilər. Faydalıdır. Elə utmalıyıq, doktor. Məzməzə elə zadlar da elə özü həll olub əriyib gedər. Əriyə və cəzb olar gedər. Çox sadə bir zaddır və dedim mütəəssifanə biz əksərən adət eləmişik, gedək bedonbalı daru, gedək dava da alsan. Dərman da alsın, bahalı kremlər. Kremlərini də alsan. Çox cəlibdir ki, mən ərz edirəm ki, çox hətta bəzi ləklər falanlar çox çətinliklə dərman olurlar. Həm biz bu ucuzlu tərin və sadə tərin davalar o qədər nəticə alırıq ki, bahalı davalardan o cür nəticə almırıq. Bəs mən buradan da yenə tövsiyə edirəm ki, həttəmən getməsinlər bahalı davalardan dağısıca. Ələn burada sadə 2 dənə çox sadə məsələn dərman. Hər vədə xörəkdə, xörəkdən öncə və xörəkdən sonra, yəni yedikdən sonra, öncə və sonra bir balaca yarı noxud boyda duzdan istifadə eləsinlər. Ərz elədim ki, indi çox sadə məsələn bəzi kremlər deyəcəm ki, çox sadədirlər. Eləyə bilərlər ziddi aftab ünvanında işləsinlər. Ziddi lək ünvanında işləsinlər ki, çox da yaxşı cavab verər və əksərən də qiymətləri da yuxarı dəyir. Bəli. Ayrı bir zatlardan ki, əncirə keçən fikirəm tozih verdim. Əncir çox mühümdür. Fəqət ərz elədim ki, həttəmən dərin xoşluqları da istifadə eləməyirlər. Dərinin gözəlliyi üçün daha yaxşı təsirlidir. Ayrı bir zatlardan fikir edirəm ki, süt ərz elədim, şüvəyən ərz elədim və ərz elədim ki, ikisi bu həmlikdə həm də kökəldər və çox o adamlar ki, biləxərə arıqlıqla müalicə edə bilər, çox yaxşı olsun. Bir ayrı bir zatlar ki var, biz maolcobun ya maolcobun ikisi də düzdür deyirik öz belə tibbi sünnətdə. Vəli öz dilimiz pənir suudur. Mütəha pənir suyu ki, məxsus halətdə də olar. Eləyə bilərlər bir miqdar sütü geynəsinlər, ona qoyun pənir mayası vırsınlar. Əgər məsələn 1 kilo süt olsa, ona 2-3 qaşıqdan da sirkə izafə eləsinlər bəd az qeynamaq və bəzən ki, qoyun pənir mayası vırdılar və bunun suyunu götürək, bu olar elə abi pənir. Yəni necə olacaq doktor? Sütü qeynədirik. Bəli, sütü qeynədəcəklər. Hududan məsələn 1 kilo süt olsa, bəzən ki ona qoyun pənir mayası da vırdılar. O pənir mayası, mütləq pənir mayası qoyun olmalıdır. Qoyun olsa behtərdir. Çünki pusta işlər, bu biz pusta dəriyə görə dəri üçündür. Ona görə onu hardan əttarlarda olur bu doktor? Xode abi maolcobun ki biz deyirik, bizim mərakəzi danışqahımızda vardı. Yəni mötəbər yerlərdən. Bəli, elə təhiyyə də evdə də təhiyyə eləmək olar. Çox çətin bir zət deyil. Sütü qeynədəcəklər, qeyndən sonra pənir maya vuracaqlar. Bizim əşari qismətdə də kətlərdə sata bilərlər. Bunu çətin deyil. Axırda bir 3 qaşıqdan da sirkə biləsinə izafə edəcəklər. Onun suyunu alsalar elə onun suyu abi. Sonra o pendir ki hazırlanır, onun özü də yeməlidir. Onun özü də yeməlidir. Bəli, xop, buraya təvəccüh edilir. Xod pendir pustun dərinin rəngin biraz qəraldar, kədir edər. O yüzden o suyundan istifadə etsək daha yaxşı. Onun suyu o zatlarca biz folklorda çox istifadə edirik. Ənvai xəstəliklər üçün. Məxsusən bu dəri xəstəliklər. Onda onu nə şəkildə istifadə eləmək olar? Bunu içmək lazımdır. Bəli. Səhərdən səhərə, əlbəttə yaxşıca da müalicədən sonra 1-2 saat şəraiti var. Bir miqdar olar ki, xəstəliklərdə istifadə olur, olan şəraiti var. Ki, dağıstan deyək ki, qəza yeməyələr, vərziş eləyələr. Onu hər halda bir həkimin öz tövsiyələri. Bəli, xod bu özü bir dənə sope naşdacə işsələr bir xüsus yaxşı. Qəlyanaltıdan öncə. Fəqət o adamlar istifadə eləsinlər ki, mədələrində yara yoxdur, mədə müşkülləri, problemləri yoxdur. Bu edə bilərlər, bunu istifadə etsən çoxlu və rəngi də, pustun rəngində çox yaxşıdır. Ayrı bir zatlardan ki,
Çox yaxşıdır zəfərandır ki, nişasta ilə də mask eləyə bilərlər bunu. Yəni necə olur? Zəfəranın suyu ki, hazırlıq dəmlirik. Küllən yaxşıdır, dəriyə yaxşıdır, dərinin təravətinə və yaxşıdır. Eləyə bilərlər bunu, gəlsinlər nişasta, əvvəl nişasta eləsinlər, su qatsınlar 3 bərabər, hər nə qədər nişasta görsə onun 3 bərabər su qatsınlar. Bəli. Onu belə qeynəsinlər. Bir luablanır da bir. O luablanır sonra zəfəran izafə eləsinlər. Bəli, onu mask eləyə bilərlər. O bir rub qalar, bir rubdan sonra yuvarlar. Yumaq lazım 15 dəqiqədən sonra. Çox yaxşı əsər ola bilər. Ayrı bir zətlərdən ki, çox biz xüsusi mərzlərdə xəstələrdə çox qəşəng şirinbəyanın kremidir. Şirinbəyan özü mədə üçün yaxşıdır. Mədə üçün yaxşıdır. Çoxlu əsərləri var bədəndə. Əgər onun kremi təhiyyə olar ki, mən də əxirən də nümayişgahlarda, cəşnlərdə gördüm, çoxlu şirkətlər bunun kremini təhiyyə ediblər. Və bu şirinbəyan kremi çox pustun əsən rəngin açar, bərraq elər, şəffaf elər dərini, çox yaxşı ola bilər. İndi bu şirinbəyan kremini doktor mötəbər əttarlarda olur, Bəli, yaxud o xalq təbabəti klinikalarının yox, şirinbəyan kremi çox yerdə tozu olubdur. Çox yerdə vardı. Eləyə bilərlər təhiyyə etsə çox yaxşı əsəri var. Xoşbəxtlikdən bizim ölkədə şirinbəyan bitkisi çox geniş surətdə. Hətta mən bildiyimə görə lap qədim zamanlarda bunun pudra şəklində xaricdə ixrac edilirdi bu. Çox da faydalı bir bitkidir. Fəqət əlbəttə nə krem halətində, o halətdə ki, cuşanda halətində istifadə olar. Qəbələn də bir qaynatma, bəli. Onlar ki, fişarxunları çoxdur, biraz ehtiyatla bu məsrəf edirlər. Hər halda həkimləri ilə məsləhətləşməlidir. Onlar ki, fişarxunlar, qan təzyiq xəstəlikləri vardır. Onlar gərək bir miqdar ehtiyatlı olsunlar və onun yerinə ayrı bizatlardan istifadə etmək olar. Ayrı bizatlardan ki, çox sadədir və yaxşıdır, soğandır. Bəli. Soğan çox dəriyə yaxşıdır və gərək çox yemaqlığından pərhiz olunan. 2 dənə illəti var ki, ayrı illətlər də var. Budur ki, əvvələn çox yuxu gətirir, əgər çox istifadə olsa. Bir də budur ki, onun iksarı, yəni çox istifadə eləməyi muzerrə əqlidir. Əqlə bir miqdar bəşər adamda zail elər, azaldar və zərər elər. Ona görə ki, çox istifadə etsə, bir xüsus xam şəklində istifadə olunmuyor. Əlbəttə, ərz edim o ki, raiz istifadə olur çox. Etidal hər halda riayət olmalıdır da hər şeydə. Ondan sonra gəşniş çox mühüm bir zatdır. O da buyurdunuz yaddaşı zəiflədir. O da bəli, hafizanı zəiflədər, amma çox yaxşı bir zatdır. Biz əğləb dəri davaların içində həttəmən gəşnişi bitkisini yaxud toxumunu, hər ikisini. Çox toxum işlənər. Çox toxum işlənər. Əksər biz cuşandələrimizdə, qeynətməlilərimizdə ki, təcviz elərik xəstələrə, həttəmən gəşniş də çox gözəl.